Bakıya güclü yağış yağdı və yağışdan 2 gün keçib insanlar parklarda günəşin işığından faydalanmaq istəyirlər, qızınmaq istəyirlər. Amma bir də şəhərin elə hissəsi var ki, orada hələ günəş doğmayıbdır. Orada hələ evlərin içi sudur, küçələr sudur, evlərin girişi sudur, yataqlar, yorğan, döşək sudur. Orada insanların günü, güzaranı selin suyun içindədir və əlbəttə hal-hazırda bizim əlimizdə olan məlumatlar onu deyir ki, şəhərin Binəqədi istiqamətində, şəhər ətrafı Masazırda, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində, Nasosun deyilən yerdə yüzlərlə ev suyun altında qalıbdır. Yüzlərlə insanın evi, yəni yüzlərlə yaşayış evi, minlərlə insan evi bəlkə də yaşamaq mümkün olmayan hala gəlib çatıbdır. Amma hələ də dövlət orqanlarından bir xəbər yoxdur. Hələ də Fövqəladə Hallar Nazirliyindən bir xəbər yoxdur. Hələ də bu insanların mülklərinin təzminatı ilə bağlı bir xəbər yoxdur. Yalnız və yalnız harada suyu çəkib belə motorlarla çıxardırlarsa, arada bir buna dair məlumatlar paylaşırlar. Bu hadisə nəyi göstərir əziz dostlar? Bu hadisə onu göstərir ki, Azərbaycanda böyük mənada siyasi idarəetmə yoxdur. Niyə yoxdur? İlk növbədə həm susuzluqdan əziyyət çəkir ölkə, yağış sularını toplamaq üçün illər ərzində heç bir iş görülməyibdir. Halbuki təsərrüfat təyinatlı suya ehtiyac var Bakıda. İçməli su təsərrüfat təyinatlı su kimi istifadə olunur. Bu yağış sularını depolamaq üçün heç bir iş görülməyibdir. Görüləcək iş nə idi? Bir ambar tikmək və bu suları ora istiqamətləndirmək. Eləməyiblər, amma milyonlarla, milyardlarla pulu basıb yeyiblər. İnsanların gününü, güzaranını düzəltmək üçün heç bir addım atmadıkları kimi, onların özlərinin başlarına çarə qıldıqları yerdə də normal yaşamaqlarına şərait yoxdur. Yəni, əslində bu su basan yerlərin hamısı ölkənin müxtəlif yerlərindən düdərgin düşüb Bakıya gəlmiş, gecəqondu dikmiş insanlardır. Onların taleləri, əslində Allah ümidinə olan taleləri bugün Azərbaycan hökumətinin yaratma siyasəti nəticəsində demək olar ki, qara olubdur. Yəni, yaz, bu bahar o insanların evinə qış kimi gəlibdir. Niyə? Çünki hökumət işini görə bilmir. Çünki hökumət faktiki yaratmaz təsərrüfat siyasəti aparır. Bunun da əslində bir səbəbi var. Bu da nədir? Ən yuxarıdan gələn korrupsiya siyasətidir. Hökumət korrupsiyanın içində boğulub, batır, hakimiyyət, siyasi rejim korrupsiya girdabında boğulub batır və hökumət nə qədər korrupsiya girdabında boğulub batırsa, siyasi sistem nə qədər korrupsiya girdabında boğulub batırsa, vətəndaşlar da o qədər boğulurlar suyun içində. Vətəndaşlar da o qədər boğulurlar kasıblığın, güzaransızlığın içərisində. Bugün Bakı ətrafına getmək istədik və dostlar dedilər ki, vəziyyət o qədər acınacaqlıdır ki, Bakı ətrafında, hətta bir çox yollar da işləmir o məhəllələrin arasında. Yəni, faktiki oralara gedib çıxmaq da mümkünsüz vəziyyətdədir. Bəs bu insanlar köməyi kimdən istəsinlər? Bu insanlar yardımı kimdən alsınlar? Bunların məhv olan mülklərinə, bunların məhv olan yaşayış yerlərinə necə əncam çəkiləcək? Necə kompensasiya veriləcək? Heç bir qayda yox, qanun yox. Niyə? Çünki bu insanların onsuz da Bakıda yaşamaqları, belə deyək, üsulsuzluq içərisindədir. Bunlar bir tikə çörəkdən ötürü evlərin eşiklərini rayonlardan qoyub gəlmiş insanlardır. İndi də hökumət onların qabağına şəhər kimi irəli sürəcək ki, sizin sığortanız yoxdur, evlərinizin sənədi yoxdur və s. və s. Onlar sənədli sübutlu evlərində yaşamaq imkanı olsaydı, Bakıya niyə gəlirdilər ki? Gəlib burada bu çətin şəraitdə uşaqlarını məktəbə göndərə bilmədikləri halda özləri bir tikə çörək üçün gecə-gündüz muzlu niyə işləyirdilər ki? Bax, bugün əslində o insanların həyatında 3-cü faciə baş verir. Birinci faciə onların yurt yuvalarından, rayonlardan köçüb şəhər ətrafına gəlməkləridir. İkinci faciə övladlarının gələcəyi ilə bağlı bir addım ata bilməməkləridir. Onlara məktəbə göndərə bilməməkləridir. Üçüncü faciə isə bugün o tikdikləri gecəqonduların da su altında qalmağıdır. Bəli, artıq nəsillər bu hakimiyyətin əlindən suda və
əzablar girdabında boğulur, məhv olur. Əziz dostlar, qarşınıza çıxan videoları çəkib bizə göndərin. Facebook'tan göndərin. Əgər WhatsApp nömrəmiz varsa, WhatsApp nömrəmizdən göndərin. Biz insanların problemlərini işıqlandıraq, insanların problemləri ilə bağlı məlumatları yayaq, danışaq, yazaq. Çünki başqa halda bu problemlər həll olunacaq kimi görsənmir. Videonu bəyənin, paylaşın.